Salam dəyərli abituriyentlər və dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bu videoda mən dünya tarixinin ilk imperiyası haqqında məlumat verəcəm. Öncəliklə biz axtarırıq ki, bəs dünya tarixinin ilk imperiyası hansıdır? Dünya tarixinin ilk imperiyası Akkad imperiyası olub və Akkad imperiyası nə zaman yaranıb? Biz deyirik ki, eramızdan əvvəl 24-cü əsrdə Şumerin şimalında yerləşən Akkadların başçısı olan Sarqonun Mesopotamiya üzərinə yürüşün nəticəsində, belə deyim, Şumer şəhər dövlətlərinin işğalı nəticəsində daha doğrusu Akkad imperiyası yaranır və bu dünya tarixinin ilk imperiyası olmuşdur. Bəs biz deyirik ki, dünya tarixinin ilk imperiyası başqa bir əlamətdar hadisə varmı? Var. Mesopotamiya ilk dəfə vahid dövlət belə deyim, vahid dövlətdə birləşdirilir və bundan əlavə biz deyirik ki, Sarqonun gedişindən sonra dövlət tərixi, yəni daha doğrusu imperiya daxilində tənəzzüllər başlayır. Bundan əlavə quraqlıqdır, biz deyirik daxili çəkişmələrdir. Bu artıq tənəzzülə gətirib çıxarır və eramızdan əvvəl 22-ci əsrdə Azərbaycan tayfalarından olan Kutilərin Mesopotamiyaya yürüşü zamanı Akkad imperiyasına son qoyulur. Akkad imperiyasına son qoyulduqdan sonra isə eramızdan əvvəl 3-cü minilliyin sonlarında Şumer şəhər dövlətləri də öz müstəqilliklərini itirmiş olurlar. Videonun uzun halını YouTube linkindən keçiriləyərək izləyə bilərsiniz. Sağ olun, gününüz uğurlu keçsin.